Əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika dim test toplusundan çevrə üzrə bərabər sürətlə hərəkət mövzusunun xətti sürət hissəsindəyik. Artıq biz bundan əvvəlki video dərslərimizdə period, yəni period nədir, tezlik nədir, bucaq sürəti nədir, yəni bunların hamısını aydınlaşdırdıq, testlərini işlədik. Əgər siz o videoları izləməmisinizsə, bundan öncəki videoları linklər paylaşılır, onlardan baxıb izləyə bilərsiniz. İndi isə başlayırıq xətti sürət mövzusuna. 1. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürət vektoru A nöqtəsində hansı istiqamətdə yönəlir? Biz bilirik ki, çevrə üzrə hərəkət zamanı əgər çevrəyə toxunmuş versiyadadırsa, yəni bu A nöqtəsi buradadırsa, hərəkətə mütləq şəkildə baxmalıyıq. V, yəni sürət mütləq hərəkətə, yəni çevrəyə hərəkət istiqamətində toxunan formada olur. Yəni bu şəkildə olur. Mütləq toxunan formada olur. Təcil mərkəzə doğru olur. Amma hal-hazırda bizə o lazım deyil. Amma sürət mütləq şəkildə çevrəyə toxunan istiqamətdə olur. Bizdən hərəkətin istiqamətini göstərir ki, hərəkətin yəni saat istiqamətindədir. Saatın əqrəb istiqamət, hərəkət istiqamətindədir. Bizdən isə A nöqtəsini soruşur. Baxırıq A nöqtəsi toxunan hansıdır? 1. Aydın oldu. Cavab olur D variantı. Eyni şəkildə 2-yə baxırıq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürət vektoru A nöqtəsində hansı istiqamətdə yönəlmişdir? İlk öncə qeyd etdiyim kimi baxmalıyıq ki, hərəkət hansı istiqamətdədir? Hərəkət saat əqrəbinin əksinədir. A nöqtəsi buradadır. Toxunan istiqamət isə hərəkətin istiqaməti də olacaq. Yəni 2. 3. Maddi nöqtə 2 metr bölü saniyə sürətlə çevrə üzrə hərəkət edir. Onun dövr etmə periodu 6 saniyə olarsa, çevrənin radiusunu hesablayın. Burada bizə V verilib, period verilib və bizdən radiusu soruşursa, avtomatik bir düstur ağlımıza gəlir. O da sürətin düsturu. V bərabərdir 2, biraz aydın yazın, 2 pi r bölünsün t. Bizdən radiusu soruşur. Radiusu tapırıq. V vurulsun t bölünsün 2 pi. Gətirib yerinə yazırıq. R bərabərdir. V'miz neçədir? 2 vururuq. T'miz neçədir? 6. Aşağıda 2 vurulsun. Pi'miz neçədir? 3. 2 vur 3, 6. 6'lar ixtisara getdi. Qaldı 2 metr. Cavab olur C variantı. 4. Maddi nöqtənin radiusu 1 metr olan çevrə üzrə 6 metr böl saniyə bərabər sürətlə hərəkət edir. Onun dövr etmə periodunu hesablayın. Eyni düsturdan istifadə edəcəyik. Çünki biz bilirik ki, sürətin bir neçə düsturu var. V bərabərdir 2 pi r bölünsün t. V bərabərdir 2 pi r n bölünsün t. V bərabərdir 2 pi r n. Tezliklə çevrənin dövrlərinin sayı ilə, yəni çevrənin dövrlərinin sayı ilə bu ikinci. Birinci isə perioddan asılılıq düsturlarıdır. Yəni bu 3 düsturumuzu mütləq şəkildə yadımızda saxlayırıq. Əgər hansı biri verilibsə, ona uyğun olaraq düsturumuzu seçəcəyik. Baxırıq indi bizə nəyi verib? Bizdən periodu soruşur. Eyni düsturu yazırıq. 2 pi r bölünsün t. T nəyə bərabərdir? 2 pi r bölünsün v. Gətirib yerinə yazırıq. 2 vurulsun 3 vurulsun. R'miz neçədir? 1. V'miz 6. 6 ilə də 6 ixtisara gedir. Qalır 1 saniyə. Cavab olur D variantı. 5. Radiusu 0,5 olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə tezliyi bu qədərdir. Xətti sürətini hesablayın. Qeyd etdiyimiz kimi sürətin digər tezlikdən asılılıq düsturundan istifadə edəcəyik. 2 vurulsun 3 vurulsun r 0,5 vurulsun n 8. 8'i vururuq 0,5'e eləyir 4. 4'ü də vururuq 6'ya, bu da eləyir 6. 6'ını da vururuq 4'e eləyir 24 metr böl saniyə.
Cavab olur B variantı. Növbəti 6. Radiusu 30 sm olan çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin bucaq sürəti verilmişdir. Xətti sürətini hesablayın. Əgər bizə R və omega verilibsə, bizə verilən R-dir, bir də omegadır. Bizdən V-ni, sürəti soruşursa, sürətin bir düsturu var. V bərabərdir omega R. Bunu da hesablayırıq. V nəyə bərabər oldu? V bərabərdir. Gətirib yerinə yazırıq. Omega 4 vurulsun. R-i bizə santimetrlə verilir. Mütləq şəkildə ona diqqət eləməyik. Çünki cavablarımız metrlədir. Ona görə də gətirib yazırıq. 30 bölünsün 100 bərabərdir. Bunlar getdi. Qalır 12 böl 10. O da eləyir 1,2 metr böl saniyə. Cavab olur C variantı. 7. Radiusu 70 sm olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti 14 metr böl saniyədir. Bucaq sürətini hesablayın. V-ni verib, R-i verib, bizdən omeganı soruşur. V nəyə bərabər idi? Omega R. Omega nəyə bərabərdir? V böl R. V neçədir? 14. R neçədir? 70 santimetri metrə çevirmək üçün bölürük 100-ə. O da eləyir 0,7 metr. Yazırıq 7, yuxarıda onun yuxarı qalxacaq. Eləyir 140 bölünsün 7. Bərabərdir 20 radian böl saniyə. Cavab olur D variantı. 8. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin xətti sürəti 72 km böl saat, bucaq sürəti isə 5 radian böl saniyədir. Bizdən nəyi soruşur? Təcili soruşur. Təcilin düsturu necə idi? Baxırıq, bizə omega verilib və V verilib. Omega ilə V-dən asılılıq düsturu A bərabərdir. Omega vurulsun V-dir. A gətirib yerinə yazırıq. A bərabərdir. Omega 5. Burada isə bizə kilometr bölünsün saat verib xətti sürəti. Amma cavablarda baxırıq ki, metr və saniyədən istifadə olunub. Ona görə də kilometr böl saatı mütləq şəkildə biz metr böl saniyəyə çevirməliyik. Gəlin yuxarıdan yazaq. 72, hətta biraz bu tərəfdən yazacağım. 72 kilometr böl saat bərabərdir. 72 vurulsun. 1 kilometr neçə metrdir? 1000 metrdir. 1 saat neçə saniyədir? 3600. Sıfırlar getdi. 36 ilə 72 getdi, qaldı 2. Cavab olur 20 metr böl saniyə. Gətirib yazırıq. A elədi 5 vurulsun 20. O da bərabərdir 100 metr böl saniyənin kvadratı. Cavab olur D variantı. 9. Radiuslu, deməli, R-i verib bizə, T-ni verib bizə, bizdən V-ni soruşur. V-nin düsturu da necə idi? Qeyd eləmişdik. Bayaq 2 pi R bölünsün T. Cavab olur Y variantı. 10. Bizə nəyi verib? Çevrə üzrə bərabər xətti sürətdə N-i verib, R-i verib, bizdən nəyi soruşur? Sürəti soruşur. V bərabər idi 2 pi R N. Cavabımız hansıdır? B variantı. 11. Xətti sürətin vahidi hansıdır? Bunu düz xətli bərabər sürətli mövzusundan da bilirik ki, V bərabərdir metr böl saniyə. D variantı. Maddi nöqtənin verilmiş radiuslu çevrə üzrə hərəkətində xətti sürətin bucaq sürətindən asılılıq qrafiki hansıdır? Baxırıq qrafiklərə. Bizdən V-nin omegadan asılılığını soruşur. Bayaqdan da qeyd eləmişik ki, testlərdə düsturumuz necədir? V bərabərdir omega R. V omega ilə necə asılıdır? Düz mütənasib asılıdır. 13. Buraları səliqəyə salım. Maddi nöqtənin eyni bucaq sürəti ilə, deməli, eyni bucaq sürəti ilə hərəkətində xətti sürətin çevrənin radiusundan asılılığı. V-nin düsturunu soruşur. Eyni şəkildə V-nin omega R-dən. Çünki bizə bucaq sürəti sözü qeyd olunubsa, mütləq düsturumuzda o olmalıdır. V-nin R-dən asılılığı necə oldu? Düz mütənasib asılı oldu. Ona görə C variantı. Deməli, bizə R verilib, R radiuslu deyil, V sürəti deyilir, N dövrətməsinə sərf olunan
Bizdən nəyi soruşur? Zamanı soruşur. Bayaqları düsturu qeyd eləmişdik. 2 pi r n bölünsün t. Deməli, biz mütləq şəkildə düsturumuzda yuxarıda qeyd edilənlərin hamısını istifadə etməliyik. Yəni necə? Əgər bizə bir sualda, yəni testdə onların hamısı qeyd olunubsa, mütləq şəkildə düsturda onların hamısı olmalıdır. Bunları ona görə kənarda qeyd etməyi sizin üçün daha rahatdır. 2 pi r n bölünsün t. Bizdən isə nəyi soruşur? T-ni soruşur. T-ni də tapmaq üçün v-nin yerini dəyişəcək. 2 pi r n bölünsün v-yə. Cavab olur B variantı. 15. Radiusu r olan çevrə üzrə bərabər sürətlə hərəkətdə cisim t zaman müddətində n dövr edərsə, onun xətti sürətini hesablayın, yəni təyin edin. Gəlin, indi burada eyni bu şeyi yazacaq. Baxın, bizdən nəyi soruşur? R-i verib, T-ni verib, N-i verib, bizdən də V-ni soruşur. V bərabərdir 2 pi r n bölünsün T. Cavab olacaq Y variantı. Növbəti 16. Maddi nöqtənin verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Cismin sürətinin dövr etmə periodundan asılılıq qrafiki hansıdır? Düsturumuzu yazırıq. 2 pi r bölünsün t. VT-dən necə asılıdır? Tərs mütənasib asılıdır. Cavab olur D variantı. 17. Cisim verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Cismin sürətinin dövr etmə tezliyindən asılılığı hansıdır? V bərabərdir 2 pi r m. V n-dən necə asılıdır? Düz mütənasib asılıdır. Ona görə olur A variantı. Disk mərkəzindən keçən ox ətrafında fırlanır. A nöqtəsinin xətti sürəti hansı istiqamətindədir? Baxırıq, əgər hərəkət bu tərəfədirsə, yəni saat əqrəbinin əksinədirsə, A nöqtəsini deyirsə, mütləq şəkildə sürət toxunan olur. Yəni sağa doğru. D variantı. 19-da isə tərsinə, saat əqrəbi istiqamətindədir. Bu tərəfə yazım. Saat əqrəbi istiqamətindədir və A nöqtəsi buradadır. Saat əqrəbinin istiqamətindədirsə, toxunan formada yenə eyni tərəf olacaq, yəni sağa S variantı. Deməli, 19-da da oldu S variantı. 20. Eyni radiuslu çevrələr üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin eyni zaman müddətində getdikləri yolların nisbətləri yazılıb. L1 bölünsün L2 bərabərdir 4. Nöqtələrin dövr etmə tezlikləri arasında hansı münasibət doğrudur? Bilirik ki, V nəyə bərabərdir? V bərabərdir L böl T. V ilə L necə asılıdır? Düz mütənasib asılıdır. Bu o deməkdir ki, L1 bölünsün L2 bərabərdir V1 bölünsün V2. Doğrudur. Deməli, biz V1 bölünsün V2-ni tapdıq ki, o da 4-dür. Bəs V bərabərdir 2 pi r n-dirsə V n-dən necə asılıdır? Düz mütənasib asılıdır. Doğrudur. Onda V1 bölünsün V2 bərabərdir N1 bölünsün N2. V1 bölünsün V2 nəyə bərabər idi? 4-ə gətirib yazacaq yerinə. Bunu bu tərəfə keçirsəm. Gətirib yazacağım yerinə. N1 bölünsün N2 bərabərdir 4. Buradan da N1-i tapa bilirəm. N1 bərabərdir 4 N2-yə. Cavab olacaq Y variantı. Növbəti 21. Eyni radiuslu çevrələri üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin dövr etmə tezliklərinin nisbəti verilib. Bizdən yollar arasında hansı münasibətin doğru olduğunu soruşur. N1 bölünsün N2 bərabərdir 3. Dedik V ilə
V bərabərdir 2 pi r n. V ilə n necə asılıdır? Düz mütənasib asılıdır. Onda biz V1 bölünsün V2 bərabərdir 3 yaza bilirik? Yaza bilirik. Bizdən də L-i soruşursa, V ilə də L necə asılıdır? Hansı düstura görə V bərabərdir? L böl T-yə görə. O da düz mütənasib asılıdır. Onda biz V1-i gətirib rahat yerinə yazsaq, yaza bilərik. Bir dəqiqə. V1 bölünsün V2 bərabərdir L1 bölünsün L2-yə. V1-in nisbəti də burada var. Bunu gətirib yerinə qoyuruq. 3 bərabərdir L1 bölünsün L2. Onda L1 bərabər olur 3 L2-yə. Cavab olur C variantı. Siz bunları eyni nisbət şəklində də yaza bilərsiniz. Məsələn, normalda n L-dən düz mütənasib asılıdır. Göründüyü kimi biz nəticə olaraq da onu tapdıq. Sadəcə olaraq mən belə mərhələli şəklində izah edirəm ki, sizə tapmaq və hardan düsturun asıllığın hardan çıxdığını tapmaq asan olsun. Yəni biz burada birinci n-i V ilə əlaqələndiririk. Sonra V-ni n ilə əlaqələndiririk ki, sizin yaddaşınızda daha aydın şəkildə qalsın. 22. Eyni şəkildə sadəcə burada period söhbəti var deyə period da bilirik ki, sürətlə tərs mütənasib asılıdır. Bunu silək. Yazaq. T1 bizdən nəyi soruşur? Yollar, elləri soruşur. T1 bölünsün T2 bərabərdir 2. T V ilə necə asılıdır? V bərabərdir 2 pi r böl T. T V ilə tərs mütənasib asılıdır. 1 böl T'dir. Onda T1 bölünsün T2 bərabərdirmi V2 bölünsün V1-ə? Bəli. Deməli, V2 bölünsün V1 V nə ilə asılıdır? Dedik, V yolla düz mütənasib asılıdır. L böl T düsturuna görə. Onda biz düz mütənasibdirsə L2 bölünsün L1 yaza bilərik. Bəli, avtomatik yazmış olduq. İndi T1 bölünsün T2 2-dirsə, onda bir-birlərinə bərabərdirsə L2 bölünsün L1 də 2-dir. Doğrudur. Onda biz buradan çıxardıb yaza bilərik. L2 bərabərdir 2 L1-ə. Yəni cavab olur Y variantı. 23. Eyni radiuslu çevrələr üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin eyni zaman müddətində getdikləri yolların nisbəti verilib. Yəni L-i verib, periodu soruşur. Eyni qaydada, amma tərsinə. L2 bölünsün L1 bərabərdir 5. L dedik V-dən necə asılıdır? Düz mütənasib asılıdır. Yazırıq L2 böl L1 bərabərdir. Hətta bu tərəfdən yazıram ki, üçünü də yazım. L2 böl L1 bərabərdir V2 böl V1. V ilə T necə asılıdır? Tərs mütənasib. Hansı düstur? 2 pi r. Bugün məndən çox maşınlar danışdılar. Səsimdə sağ olsunlar. Ancaq onların səsi gəldi. V ilə də T necə asılıdır? Tərs mütənasib asılıdır. Ona görə də V2 böl V1 bərabərdir T1 bölünsün T2-yə. Biz L2 bölünsün L1-i bilirik. 5-ə bərabərdirsə, onda T1 bölünsün T2 də 5-ə bərabərdir. Gəlin buradan T1-i tapsaq, 5 T2-yə bərabər olmuş olur. Cavabımız hansı olur? B variantı. 24. Çevrə üzrə bərabər sürətli çevrə üzrə hərəkət edən maddi nöqtənin xətti sürətinin dövrətmə tezliyindən asılı qrafiki verilmişdir. Çevrənin radiusu hansı ifadə ilə təyin olunur? Gəlin düsturu yazaq. 2 pi r n-dir. Bizdən nəyi soruşur? Radiusu soruşur. Radius bərabərdir V bölünsün 2 pi n. Biz buradan qrafikdən aşağı xətt endirsək, bu üç bucaq üçün alfanı tapsaq, alfanın tangensi nəyə bərabərdir? Bura V-dir, bura n-dir. V bölünsün n, baxın, V bölünsün n verir bizə. Bilirik ki, alfa bucağın qarşısındakı katetin ona bitişik kateta olan nisbəti, yəni V-nin n-ə nisbəti bizə tangensi verir. Amma tərsi bitişikin
qarşıdakı kateta olan nisbəti isə bizə kotangesi verir. Bizdə isə V böl N-dir deyə biz tangens istifadə edirik. Ona görə də yaza bilərik ki, tangens alfa bölünsün 2pi-yə. 2pi-ni də unutmuruq. Cavab olur C variantı. Bugünlük bu qədər. Bu testimiz bizim 48, səhv eləmirəmsə 48 testdən ibarətdir. Ona görə 2 hissəyə bölmüşük xətti sürəti. Bu günləri 24-də yekunlaşdırırıq və növbəti videoda digər yarısını izləyə bilərsiniz. Əgər videomuz sizin üçün yararlıdırsa, dostlarınızla bölüşməyi və videonu bəyənməyi unutmayın. Sağ olun, hələlik.